Uşaqlar, sifət də ingilis dilində əsas nitq hissələrindən biridir. Quruluşuna görə 3 yerə bölünür: sadə, düzəltmə və mürəkkəb. Gəlin görək sadə isimlərimiz hansıdır? Uşaqlar, sadə isimlər ancaq bir kökdən ibarət olurlar. Birinci, uşaqlar, sadə simple adjectivedir, qısa yazıram. Uşaqlar, hansılardır sadə sifətlər? Sadə sifətlər bir kökdən ibarət olandır. Hansı ki, o bizim həmin sifətlərimizdə heç bir şəkilçi yoxdur. Məsələn, nice sözü sadəcə sözün özüdür. Tutalım, tall, hündür sözü. Baxın, uşaqlar, bunun heç birində bu sözlərin şəkilçi yoxdur. Bunlar adlanırlar simple adjective, yəni sadə sifətlər. Sadə sifətlər ancaq kökdən ibarət olan sözlərə deyilir. Necə isimimizdə var idi? Sadə isimlər, şəkilsiz olanlar. Eyni ilə də sifət mövzumuzda belədir. İkinci, uşaqlar, bizim deməli düzəltmə isimlərimizdir, hansı ki, yenə derivativ adjektiv adlanır. İkinci. Uşaqlar, derivativ adjektiv deməli düzəltmə isimlərimizdir. Simple adjektiv bizim sadə isimlərimizdir. Bu isə derivativ adjektiv isə düzəltmədirlər. Düzəltmə sifətlərdir. Uşaqlar, düzəltmə sifətlərimiz şəkilçilərdən ibarətdirlər. İlk öncə gəlin şəkilçilərimizi tanıyaq. Görək sifətin şəkilçiləri hansılardır? Full, diqqətli olun. Bunları mütləq əzbərləməliyik. Baxın, uşaqlar, bu less, bəzən uşaqlar bunu ismin şəkilçisi ilə dəyişik salırlar. Niyə? Çünki isimdə nesti N hərfidir, N. Amma sifətdə lessdir bu. Bəzən uşaqlar bunda yanılırlar. Sonra həmişə sözlərdə çox qabağımıza çıxan able, evil. Daha sonra deməli oz, inkdi, ən favorilərimiz. Sonra eddi. Bunlar haqqında ayrıca bir məlumat vermək istəyirəm. Sonra işdi. Baxın, uşaqlar, bunlar Y hərfinin özüdür. Məsəl üçün, rain yağış, rainy yağışlı. Baxın, uşaqlar, bunlar şəkilçilərdir. Yadıma düşdükcə aldı. Daha sonra deməli baxın, bunların özləri belə sifətimizin şəkilçiləridir. Uşaqlar, şəkilçiləri bilməyin üstün cəhətlərindən biri odur ki, fərqi yoxdur. Ya say şəkilçiləri, ya ismin şəkilçiləri, ya sifət şəkilçiləri. Bunlar bəzən olur ki, nə testlər? Məsəl üçün, ismi seçin, nə bilim, sifəti seçin. Bax, bu zaman biz sözün mənasını bir anlıq unutsaq belə, biz elə ancaq şəkilçilərlə tutalım ki, o sözü daha yaxşı xatırlayarıq. Ən azından o anda bilərik ki, hə, bax, bu şəkilçi ismə aiddir. Deməli, bu söz isimdir. Yaxud da ki, bu şəkilçi sifətə aiddir. Bu da elə sifət, nitq hissəsi olaraq həmin söz tutalım ki, sifətdir. Uşaqlar, baxın, sifətdə olduğu, isimdə olduğu kimi sifətdə də. Bunlar sözlərin sonuna artırılan şəkilçilərdir. Məsələn, tutalım ki, example. Hopeless, uşaqlar. Hopeless nədir? Ümidsiz. Hope ümiddir, hopeless ümidsizdir. Baxın. Ümidsiz. Yəni, uşaqlar, bu sözün sonuna artırılandır. Digər şəkilçilərimiz var. Bunlar sufikslərimizdir. Prefiks olan şəkilçilərimiz də var, yoldaşlar. Prefiks isə biz bilirik ki, sözlərin önünə artırılan şəkilçidir. Məsələn, bunlar hansılardır? Prefikslərimiz. An, il, tutalım, legal, illegal, sonra im, daha sonra in də var. İn də var. Məsələn, regular, hər biriniz ümidvaram ki, bilirsiniz, qaydalı, qaydasız fe'lər. Regular, irregular, qaydalı, qaydasız. Bizim iş şəkilçimiz də var. Baxın, bunlar bizim prefikslərimizdir, sifət şəkilçiləri kimi. Məsələn, bununla bağlı yazaq. Uşaqlar, true nədir? Doğru. Untrue. Deməli, doğru olmayandır. Gördünüz, uşaqlar? Məsələn, bizdə var söz olaraq legal, qanunu. Baxın, burada
illegal isə olur qanunsuz. Deməli, önə qoşulan şəkilçilərimiz, baxın, burada il oldu, burada sonra an oldu. Biraz fərqli yazıram ki, görəsiz. Burada less şəkilçimiz idi, son artırılmışdı. Baxın, uşaqlar, bunlar deməli sadə isimlərimiz bir kökdən ibarət oldu. Heç bir şəkilçisi olmadı. Sadə isimlərimizdə şəkilçi yoxdur. Üzr istəyirəm, isim deyirəm, sadə sifətlərimizdə şəkilçi olmur. Şəkilçi olmaz. Daha doğrusu bunu belə bilək. Yəni bunlar bizim simple'da derivativlərdə, derivativ sifətlərimizdə deməli sona qoşulan şəkilçilər sufikslərdir, prefikslər isə önə qoşulan şəkilçilərdir. Sonra uşaqlar, sifətimizin dərəcələri var. Sifətin 3 dənə dərəcəsi var. Onlar haqqında yəni bizə qısa yığcam dərsdir. Baxaq görək hansılardır sifətimizin dərəcələri. O sifətimizin dərəcələrinə keçməmişdən əvvəldə uşaqlar, eyni zamanda quruluşca 3 dənə deyiriksə, bunlarda mürəkkəb sifətlərimiz də var. Onlar haqqında da nümunə yazım. Çox da qarşılaşmasaq, amma mövzu kimi izah eləmək istəyərdim. Burası yəqin ki, aydın oldu bura qədəri. Mürəkkəb sifətlərimizə baxaq, görək mürəkkəb sifətlərimiz necədir. Mövzumuzun adı hələ ki dursun, ehtiyac olanda silərik. Uşaqlar, məsələn, burada olur yenə compute. Mürəkkəb isimlərimiz üçüncü olsun. Mürəkkəb isimlərimiz, isim deyirəm, sonra mürəkkəb sifətlərimiz. Compute adjective. Baxın uşaqlar, mürəkkəb sifətlər nələrdir? Bunlar iki sözün birləşməsindən əmələ gələn, iki sifətin birləşməsindən əmələ gələndir və defislə yazılırlar. Example verək bura, tutalım ki, nümunələrimizdə baxın. Will, noun. Yaxşı tanınmış vermə sözünün sinonimi ola bilər. Tutalım ki, baxın uşaqlar, will, done. Will done. Əla deməkdir. Hardworking çox bildiyiniz ümumi işlə sözlərdən biridir. Hardworking, çalışqan və s. Baxın uşaqlar, deməli, bax bu sifətlərimizdə mürəkkəb sifətlər adlanırlar. Deməli, quruluşca sifətlər 3 yerə bölündü. Sadə, simple adjective, as a derivative adjective, the compute adjective. Yəni sadə, düzəltmə mürəkkəb, sadələrdə heç bir şəkilçi olmadı. Düzəltmələr 2 yerə bölündü, sufikslərə və prefikslərə, ön şəkilçi və sona qoşulan şəkilçilər. Compute adjectivelərimiz isə mürəkkəb sifətlərdir, hansı ki, onlar 2 hissədən ibarət olurlar. 2 sifətin birləşməsindən, yəni düzələn sifətlərimizdir. Yerdə qalan uşaqlar, əlavə olaraq ingilis dilində bəzi deməli feillərimiz var ki, həmin o feillər biz bilirik axı, əgər feildirsə, deməli orada zərf olacaq. Amma belə bir qayda da var ingilis dilində, sifət mövzumuzda. Bir neçə feillər var, konkret olaraq həmin feillərdən sonra artıq biz belə deyək, zərf yox, sifət yazmalıyıq və həmin feillərdə yazmaq istəyirəm. Hansı ki, o feillər çox vacibdir sizin üçün, xüsusən də adverb bölməmizi işləyəndə orada önəmlidir ki, variantları düzgün seçməkdən ötürü ki, bu feillər feil olsalar da zərfə yox, sifətlə, yəni özlərindən sonra sifət alan feillərdir. O feillərimizi yazaq. Hər birini qeyd götürün, əzbərləyin, çünki vacibdir. Baxın uşaqlar, həmin feilləri yazıram, sırayla qoyun ilə rəqəm qoyun. Rəqəmlərlə yazaq. Tutalım ki, to look. İkinci yazaq, görünmək sözü.
tusim. Üçüncümüz olsun. Deməli, dadına baxmaq. To taste. Beşinci. Tusimə qoxulamaq. Altıncımız olsun. To become. Sonra hiss etmək sözü. To feel. I feel bad tutaqla mən pis hiss edirəm. Sonra 8-i buradan yazaq. Lap axıra qalmasın. To turn sözü. Eyni zamanda 9-da to be. Baxın uşaqlar, indi nümunələr gətirək. Dediklərimizin isbatına baxaq ki, example nümunədə nə yaza bilərik. Baxın, bu feilləri harada görsək, uşaqlar, to look, to seem, to taste, dadına baxmaq, to sound, to səsləmək, to smell, qoxulamaq, to become olmaq, to feel, hiss etmək, to turn, növbələşmək, to be olmaq. Baxın, bunlarda, bu yadınızda qalsın, bu feillərdən sonra sifət gələcək. Pillows, sifət gəlir. Məsələn, you look nice. Sən gözəl görünürsən, sən qəşəng görünürsən. Baxın uşaqlar, gördünüz burada nice sözünü. Mənası nədir? Qəşəng. Sən ya gözəl, ya qəşəng. Elə qəşəng yazmışıq, elə ondan da verək cümləmizi. Sən qəşəng görünürsən. Gördünüz uşaqlar? Yəni, çox asan. Bu feillərimizi yadımızda saxlayırıq ki, bu feillərimizdən sonra həmişə sifət gəlir. Daha sonra uşaqlar, bir neçə ingilis dilində sifətlərimiz var ki, əgər həmin sifətlərə baxırıq, özündən sonra isim yoxdursa, artikel işlənmir, nə də cəmlənməz. Məsəl üçün, amma bəzi bizim sifətlərimiz var ki, bunlar substantivləşmiş sifətlərdir. Necədir? Yəni, nə deməkdir bu? Yəni, isimləşmiş sifətlərimizdir. Bu zaman sifətlərin qarşısında z artiklı işlənir, cəmlik bildirir, özündən sonra da həmişə cəm xəbər tələb edirlər. Yəni, bunlar cəmlik bildirsələr də, ümumən cəmlik bildirirlər də. Yəni, bu, deməli, sözlərin sonuna s şəkilçisini əlavə etmək olmaz. Yəni, bunlar isimləşmiş sifətlər adlanırlar, hansı ki, qabaqlarında mütləq bu sözlərin ön hissəsində artikel yazılmalıdır. Deməli, bu lövhəmizi təmizləyək. Ümidvaram ki, hər kəs qeydini aparır. Uşaqlar, indi baxaq, o, deməli, isimləşmiş sifətlərimizə, yenə deyirəm, xəbərləri cəm olur, ümumi mənadadır. Cəm, deməli, isimlər hesab olunur. Yəni, bunlar isimləşmiş, sözün kökü sifətdir. Sadəcə z artiklı var. Bunlar isimləşdiyinə görə bu sifətlər, bunlara isimləşmiş sifətlər deyirik və hər birinin də həmişə bu sözlərin qabağında z artiklı yazılmağı, yəni, önəmlidir, yəni mütləqdir. Məsələn, yazaq birinci. Baxaq. Birinci. Baxın, uşaqlar, tutalım. The young, gənclər. Daha səliqəli olsun. The old. Qocalar. The poor. Kasıblar.
the rich, varlılar. Baxın uşaqlar, hər birində də bunların deməli the artikelları var. The div, karlar. Sonra the blind, körlər. Bunları da əzbərləmək lazımdır. Tutalım ki, bəzi deyək ki, əgər millət kimi işlədiriksə, baxın uşaqlar, ümumi məna daşıyır. Bunlar yenə deyirəm, şəkilsi qəbul eləmir. Məsələn, 7-ci buradan yazaq. Baxın uşaqlar. The English, baxın uşaqlar, bu bir təbii ki millətdir. İngilislər. Bu qədər uşaqlar. Bax, tutalım ki, belə bir nümunə yazaq. Tutalım ki, the English like green tea. İngilislər yaşıl çayı sevir. Bu qədər uşaqlar. Deməli, bəzi ingilis dilində sifətlərimiz varkən, həmin sifətlərin qarşısına z artikellarını yazaraq, biz burada artıq isimləşmiş sifətlər yaradırıq. Həmin deməli sözlərdə baxın uşaqlar, burada yazdıqlarımdır. Gənclər, qocalar, kasıblar, varlılar, karlar, körlər, millətlərin adlarında gəlir the English, the French, the Russian və s. Yəni ingilislər, ruslar, fransızlar və s. Eyni zamanda gördüyünüz uşaqlar like sözü xəbərimiz də cəm formada oldu. Əlbəttə ki, tək olsa həmin like sözündən sonra bir es şəkilsi qəbul edərdik. Ümumi uşaqlar, baxın, bura qədər olan hissəmiz sifət haqqında ümumi bir məlumat idi. Hansı ki, sifət əsasının hissəsi idi. Quruluşuna görə 3 yerə bölünürdü. Sadə, düzəltmə, mürəkkəb və sifət şəkilçilərimiz, ön şəkilçilərimiz, sözlərimizin sonuna yazdığımız şəkilçilərimiz, isimləşmiş sifətlər, mürəkkəb sifətlər, sadə sifətlər, düzəltmə sifətlər və s. və önəmli olanda hansı ki, ingilis dilində hərəkət bildirməyən feilləri yazdım. Bayaqları hansı ki, to look, to seem, to taste, to sound, to smell, to feel, to become, to turn, to be. Baxın, bunları əzbərləmək mütləqdir. Bunları əzbərləyirik. Niyə əzbərləyirik? Çünki bu uşaqlar, baxın, bu feillərdən sonra zərf deyil, sifət gələr. Daha sonra bu yazdığım hansı ki, sifətləşmiş isimlər ki var, sifətlər özündən, belə deyək də, sonra əgər isim yoxdursa da, əlbəttə ki, nə üçün o sifətdə artikel yazılmalıdır? Biz bilirik ki, artikel ismə aid olan, onu təyin edən formal bir sözdür və də tutalım ki, cəmlənməz. Ancaq bu isimləşmiş sifətlərdə uşaqlar, gördüyünüz kimi, sonunda heç bir es şəkilsi olmadan bütün sözlərimizin sonunda, məsələn, baxırıq, burada görürsünüzmü, hər birində lar, lər, bu şəkilçilərimiz var. Yəni, bunlar cəmi bildirdilər və es şəkilsi qəbul eləmədilər. Ümumi anlayış kimi hər daim bunlar, deməli, yoldaşlar, cəm formada işlənirlər. Keçək indi əsas məsələyə, sifətin dərəcələrinə. Uşaqlar, sifətin 3 dərəcəsi var ingilis dilində. Adi dərəcə, pozitiv degree, daha sonra compare degree, müqayisə dərəcəsi və superlativdə olan onun üstünlük dərəcəsidir. İlk öncə gəlin baxaq görək adi dərəcədə olan sifətlər hansılardır, nə deməkdir? Baxın uşaqlar, deməli, yazaq bura, yəni nədir, nəyə anlatmaq istəyirik? Degrees of adjective.
Oldu uşaqlar. Bu bölümümüz oldu. Sifətin dərəcələri. Sifətin dərəcələri. Uşaqlar, ingilis dilində dediyim kimi sifətin 3 dərəcəsi var. Birinci dərəcədən başlayaq. Uşaqlar, birinci dərəcəmizin adı pozitiv degree-dir, yəni adi dərəcədir. Heç bir şəkilçi falan yoxdur burada. Pozitiv degree. Degree sözünü qısa yazıram. Uşaqlar, adi dərəcədə olan sifət adi keyfiyyət və əlamət bildirir. Bu dərəcəmizin heç bir şəkilçisi yoxdur. Sadəcə olaraq şəkilçisi sadə sifətlərdən ibarət olur. Məsələn, sadə sifət deyim, heç sifətlə işlə, amma şəkilsiz formada, yəni dərəcə aid olan heç bir deməli şəkilçi göstəricisi yoxdur. Baxaq görək hansıdır. Məsəl üçün bir cümlə yazaq. Pozitiv degree, yəni adi dərəcədir. Bir nümunə yazaq. Bir example yazaq. Nə yazaq? This is a new car. Tamam ki, bu yeni bir maşındır. Bu yeni bir maşındır. Baxın uşaqlar. Gördünüz? Burada yəni nə müqayisə var, nə üstünlük var? Sadəcə olaraq new, adi dərəcədə olan, yəni heç bir şəkilçisi olmadan, adi dərəcə yəni bu deməkdir. Sifətimizdən bir işləndir. Lakin uşaqlar, sizə onu demək istəyirəm ki, adi dərəcəmizdə şəkilçisi olmasa belə, şəkilçisi yoxdur, amma onun öz göstəriciləri var. Nə kimi? Bağlayıcı kimi. Baxın uşaqlar, əgər əlamət və keyfiyyət haqqında danışılan hər hansı bir əşya mı, şəxs haqqında eyni olarsa, bu zaman, baxın, bağlayıcılar işlənir. Deməli, bağlayıcıları var adi dərəcəmizin uşaqlar. Bağlayıcılarımız var. Əgər eyni, hər hansı bir əşya və şəxs haqqında danışarkən onların əlamətləri eynidirsə, əs bağlayıcısından istifadə edərik. Əsas bağlayıcısından istifadə edərik. Yox, əgər haqqında danışdığımız əşyanın və yaxud da ki, şəxsin haqqında, kimin ki, hansı şəxsi nəzərdə tuturuq, onun haqqında danışırıqsa, onlardakı əlamət və keyfiyyət eyni deyilsə, bu zaman not as, not so as-dən istifadə edirik. Not so as-dən istifadə edirik. Baxın uşaqlar, bu bizim adi dərəcəmizdir. Adi dərəcəmizin heç bir şəkilçisi olmadı. Adi dərəcə öz sifətlərlə işlənir. Sadəcə olaraq bağlayıcıları var. Bağlayıcılar iki cürdür. Əgər əlamət və keyfiyyət eyni olarsa, əsas bağlayıcımızdır. Əgər əlamət və keyfiyyət eyni olmazsa, not as, not so as bağlayıcılarından istifadə etməliyik. Baxaq, indi bir nümunə gətirək. For example, bir dənə example yazaq buradan. Tutalım ki, uşaqlar, belə bir nümunə yazaq. Məsələn, this house as big as Azə. Bu ev digəri kimi böyükdür. Baxın uşaqlar, gördük. Yəni bu, burada xəbərimiz qaldı. Is. The house is as big as Azə. Bu ev, baxın, bu ev digəri kimi böyükdür. Yəni əlamət və keyfiyyət eyni olduğuna görə, bu evdə digər ev kimi böyük olduğuna görə uşaqlar, baxın, əsasdan istifadə elədik. Əgər desək ki, xeyr, eyni deyil, bu zaman elə bunu mən üzərindən yazım ki, daha aydın olsun sizə. Tutalım ki, elə eyni cümləmizi çevirək. This house is not
is not as big is not as big as the arada qələmimiz tutulur. Tez-tez yazmır. Baxın uşaqlar, bu ev digəri kimi böyük deyil. Deməli, əlamət və keyfiyyət eyni olmadığına görə is not as oldu. Əlamət və keyfiyyət eyni olduğuna görə sadəcə notsuz as oldu. Baxın uşaqlar, bunlar oldu bizim adi dərəcəmizin göstəriciləri. Bəs yaxşı uşaqlar, biz adi dərəcənin, cümlənin adi dərəcədə olduğunu necə müəyyən edə bilərik, necə tapa bilərik? Bunda isə uşaqlar adi dərəcənin göstəriciləri var. İnşallah ümidvaram bura qədər aydın oldu. Baxın uşaqlar, həmin sözlər bunlardır. To-do, such-dır, rather-dır, quite-dır, such-dır. Bax, bunlar adi dərəcədə işlənən sözlərdir. Baxaq görək indi hansılardır. Baxın uşaqlar, yazıram. Adi dərəcəni göstərici baxın uşaqlar, siz hansı sözdə, hansı söz deyirəm, cümlədə to, very, daha sonra such, so, sonra rather, quite sözünü görsəniz, bilin ki, həmin cümlə adi dərəcədə, eyni zamanda enough sözü. Enough da kifayət qədər deməkdir. Baxın uşaqlar, bu sözləri gördük. Deməli, həmin cümlə adi dərəcədədir. Əgər görsəz ki, uşaqlar, ümumiyyətcə cümlə sadədir, balaca cümlədir, cümlədə çox söz sıra sayı yoxdursa və eyni zamanda bu göstəricilərdən heç biri olmasa belə, deməli, yenə həmin cümləniz adi dərəcədədir. Baxın uşaqlar, bunlar oldu bizim adi dərəcəmizin göstəriciləri. İndi keçək digər. Deməli, bizim müqayisə dərəcəmizə. Baxaq görək müqayisə dərəcəmiz nədir? Bunu silək. Şöyle müqayisə dərəcəmiz olsun ikinci. Müqayisə dərəcəmiz oldu comparative degree. Ne belə oldu bu? Şöyle komparativ degree hansıdır? Baxın, müqayisədir. Baxın, deyirik müqayisə. Haqqında danışdığımız şəxs və əşyanın əlamətini, keyfiyyətini bir başqasından, digərindən daha azmı, çoxmu, daha yaxşımı, pismi olduğunu bildirmək üçün istifadə edirik. Müqayisə dərəcəmiz 2 yolla düzəlir. Deməli, uşaqlar, 2 deyək ki, şəkilçidən ibarətdir. Biri mordur, digəri isə erdir. Baxın, bunların özlərində cümlədə işlənmə yerləri var. Əgər uşaqlar söz təkhecalı sözlərdə, təkhecalı sifətlərdə, məsələn, bunlar bərabərdirlər erə, tutalım ki, nice. Baxın uşaqlar, nice. Bunun müqayisəsi olur nice, qəşəng də daha qəşəng. Sonra tutalım
Tol sözü hündür. Bunun müqayisəsi olur taller, daha hündür və s. Yəni bildiyiniz sadə sifətlərimizin sonuna, tək hecalı sifətlərimizin sonuna qoşduğumuz şəkilçilər er olmalıdır. Lakin 2 və ya daha çox hecalı olan sifətlərimizdə isə mor hissəciyi ilə düzəlir və sözün əvvəlində yazılır. Məsələn, baxırıq hansılardır uşaqlar. Baxın, interesting sözünə interesting. Baxın uşaqlar, neçə dənə cümləmizdə sahib səsi varsa o qədər də hecamız var. Interesting. Görürsünüz, nice sözündən, tall sözündən necə fərqlənir? Bax, bu zaman bunun müqayisəsi more-la düzələr. Baxırıq nəyə? More interesting, yəni daha maraqlı. Gördünüz uşaqlar? Eyni ilə də digər uzun, nə qədər baxsaq ki, uzun deyərkən çox hecalı sözlərimiz varsa, hər birinin beautiful, more beautiful, colorful, more colorful, yəni rəngli, daha rəngli, gözəl, daha gözəl və s. Bunlar deməli uzun sözlərimizsə more-la düzəlir və yadda saxlayırıq ki, uşaqlar, bax bu çox önəmlidir. Bir sözə həm more, həm er şəkilçisini qoşa bilmərik. Tutalım ki, more interestingdir. Baxın, bu doğrudur, amma bu cür əgər bir söz görsəz, more interesting, bir dənə də sonunda er olsa, əlbəttə ki, bu yanlışdır. Yəni, belə olmaz. Ya sözdə more olmalıdır, ya da er olmalıdır. Biz onların düzgün işləmə yerlərini bilsək ki, er kiçik sözlərin sonuna qoşulur, more isə uzun, yəni çox hecalı olan sözlərin əvvəlində yazılır. Eyni zamanda uşaqlar, bu dərəcənin də özünün göstəriciləri var. Məsələn, biz bu sözləri görəndə bilirik ki, artıq burada müqayisə dərəcəsindən söhbət gedir və uşaqlar, eyni zamanda müqayisə dərəcəsindən söhbət gedərsə, burada mütləq zən olmalıdır. Zən də dilimizə dan, dən kimi tərcümə olunur. Məsələn, bu otaq o biri otaqdan daha böyükdür, daha balacadır, daha işıqlıdır. Məsələn, my house is bigger than yours. Mənim evim səninkindən daha böyükdür. Mütləq cümlədə əgər yoldaşlar, baxın, testləri həll edərkən hansı cümlənin tərkibində zeni görsəniz, o bərabərdir müqayisə dərəcəsini. Müqayisə deyərkən bərabərdir. Orada more, erə. Yəni, siz variantlardan ancaq more, er olan variantı tapmalısınız. Eyni zamanda, yenə dediyim kimi fikir verməliyik. Həm bir sözdə more, həm er olmamalıdır, yaxud balaca sözləri, tutaq ki, hər çətindir, more, hər deyilən bir söz yoxdur. Yaxud da ki, beautiful, beautifuler, sonu el ilə bitən söz yoxdur. Təbii ki, more beautiful olmalıdır və s. Deməli, müqayisə dərəcələrimizin əsas bizə verdiyi ipucu zən, yəni dan, dən bağlayıcısıdır. Bu qədər uşaqlar. Baxın, yaxşı, bəs hansı sözləri görəndə biz bilməliyik ki, bu da müqayisə dərəcəsidir. Gəlin ona baxağın. Həmin söz necə ki, bayaq var idi. Adi dərəcəmizdə so, such, rather, quite, very, to. Bax, onlar adi dərəcə göstəricisi olduğu kimi, yəni müqayisə dərəcəmizin də öz göstəriciləri var. Baxın, uşaqlar, ən favori olanları maçdır. Ən favori olanları maçdır. Qoy qırmızı ilə başlamışam. Qırmızıya da keçim. Qəşəng olsun. Demək, uşaqlar, ən favori olanlarımız maçdır. Maç çox deməkdir. Yadınızda qalsın. Bəzən uşaqlar özlərini çaşdırırlar. Maç ersiz, morsuz olmaz. Mütləq cümlədə deməli, maç işlənməlidir morla, yaxud da ki, ellə. Baxın, uşaqlar, burada maçdır, sonra a little'dır. Görürsünüz ki, əhəmiyyət bildirən sözlərimizdir. Bundan da yadda saxlaya bilərsiniz. Sonra uşaqlar, a bit birazdır. A little, a bit elə eyni məniyə bərabərdir, biraz deməkdir. Sonra maçın yanına biz a lot yaza bilərik. A lot, çoxlu yaza bilərik. Hər ikisi mənası. Çünki çoxlu deməkdir. Bəzən qələm olur və mən əlimdə yaxşı həlləyə bilmirəm. Sonra a bit olur uşaqlar. Daha sonra some olur. Bax, samı da görsək, bilməliyik ki, orada müqayisədir. Sonra uşaqlar, between sözü var. Bu between arasında deməkdir. Tutaq ki, iki şəxs arasında, iki ölkə arasında, iki dövlət arasında
Eyni zamanda üstünlük dərəcəmizdə də bir arasında söz var. O amongdur. Sadəcə sözü seçməliyik ki, between ancaq müqayisədə olur. Among isə üstünlükdə oluşur. Even, hətta sözü. Baxın, bu da müqayisədir. Sonra no əvəzliyimizin özü. Daha sonra an artiklı olarsa bunların özləri bizə müqayisə dərəcəmizin deməli göstəricilərdir. Eyni zamanda yoldaşlar Z bu cürdə görsəniz bilin ki, bunlar bizim deməli müqayisə dərəcəmizin göstəriciləridir. Sonra uşaqlar bu qədər. Başqa hansı ola bilər? Slightly sözü var daha sonra. Slightly sözü. Slightly sözü. Bunun mənası uşaqlar az deməkdir. Baxın, bu da müqayisə dərəcəsində işlənir. Müqayisə dərəcəmizdə işlənir. Belə, baxaq görək, indi nümunələrə baxaq, bir neçə nümunələrə baxaq. Məsəl üçün, nümunələrimizdən bir example yazaq bunlara. Baxın, bu cür nümunələrimiz var. Elijah Street. Baxın uşaqlar, article niyə gəldi? Çünki burada bax, həmin bu article, bu deməli isimimizə aiddir. Bir də uşaqlar yadda saxlamaq lazımdır ki, əgər isim sayıla bilən təkdədirsə, onun artiklı həmişə baxın burada yazılmalıdır. Yəni birinci artikl, sonra sifət gəlməlidir. Heç vaxt sifət, sonra artikl, isim olmaz. Yəni həmin o artiklımız olmalıdır sifətin qarşısında. Yəni sifətin qarşısında olmalıdır. Belə, bunlar oldu bizim müqayisə dərəcəmiz. Məsələn, uşaqlar more daha çox mənasını verirsə, onun antonimi lessdir. Birazdan kökündən dəyişən sifətlərimizdə yazacağım. Hansı ki, onlar el ilə, more ilə dərəcələnə bilmirlər. Çünki onlar kökündən dəyişilir. Sonra uşaqlar, bunları bildik, bunlar aydındır. Keçirik bizim üstünlük dərəcəmizə. Görə üstünlük dərəcəmiz hansılardır? Üstünlük dərəcəmizdə nələrdən istifadə etməliyik? Uşaqlar, üstünlük dərəcəmiz deməli superlativ degree-dir. Üçüncüdə onu yazaq. Superlativ degree. Bu oldu bizim üstünlük dərəcəmiz. Uşaqlar, üstünlük dərəcəmizdə mütləq Z artiklı olmalıdır. Bayaq necə deyirdik ki, deməli, zən olmalıdır müqayisədə dandan. Eyni zamanda üstünlük dərəcəmizdə də mütləq Z artiklı olmalıdır. Və yenə iki göstərici var, iki şəkilçimiz var. Z most. Baxın uşaqlar, more kimi most da çox hecalı sözlərdə yazılır. Bir də olmalıdır sözün əvvəlində Z, sonunda isə est olmalıdır. Biraz yaxın yazaq. Z, est olmalıdır. Bayaqki kimi qaydadadır uşaqlar. Böyük sözlərdə bayaq necə dedik ki, çox hecalı sözlər morla idi, kiçik hecalı sözlər deyirdi. Burada da mütləqdir ki, sifətlərin qabağında üstünlük dərəcəmizdə Z artikl olsun və məsəl üçün sözlərə uyğun da onun dərəcələri var. Baxın uşaqlar, Z, tutalım ki, Z, bu niyə belə üçgəncə keçdi? Z, longest. Baxın uşaqlar, daha uzundur, yəni ən uzundur. Baxın, daha uzun long idi, ən uzunu Z longest. Uşaqlar, Z most, Z est şəkilçi kimi dilimizə ən deməkdir. Ən maraqlı, ən gözəl, ən böyük. Baxın, bizə ən şəkilçisini verir. Məsələn, adi dərəcədə yazaq. Long, bir dənə sifətimizi dərəcələndirək. Long, longa, Z longest. Demək olar ki, uşaqlar, bu sifət bölməsi şagirdlərimizin ən sevdiyi bölmələrdən biridir. Uzun, daha uzun, lap uzun, yəni ən uzun. Yəni ən lap mənasını verir. Burada qoy lap sözündə yazım. Tutalım ki, bir də böyük bir sözə baxaq.
Interesting, maraqlı, adi dərəcədədir bu. Sonra indi keçirik bunun müqayisəsinə. More interesting. More interesting. Üçüncüsündə baxın, mütləq yenə Z artiklı, unutmuruq bunu. The most interesting. Maraqlı, maraqlı, daha maraqlı və ən maraqlı. The most bu cürdür. Bu da oldu uşaqlar bizim üstünlük dərəcəmiz. Üstünlük dərəcəmizdə yenə eyni ilə, bax, bayaq ki dediyim kimi, eyni yenə bir sözə həm tutalım ki, qarşısına Z-ni, tutaq ki, sonunda est, Z artiklı sözü olmalıdır. Qabağında bunun most, eyni sözün sonuna da est şəkilsini qoşmaq olmaz. Seçməliyik, most mu, yoxsa Z est mi olur. Sonra uşaqlar, üstünlük dərəcəmizin də özünün göstəriciləri var. Yəqin ki, bura qədər aydın oldu. Bunları silməliyəm digərlərini yazmaq üçün. Baxın uşaqlar, bayaq necə var idi, match idi, ibit idi, slightly idi. Bunlar necə göstərdilər bizə ki, bu sözlər olanda olur, tutalım ki, müqayisə dərəcəsi. Baxın, sifətimizin üstünlük dərəcəsində öz sözləri var. Məsəl üçün, uşaqlar, sözünləri olanda ən çox tutalım ki, in ilə işlənən sözlərimiz var bizim. Məsələn, in the world, dünyadakı, in the class, sinifimizdəki, in our class, bizim sinifimizdəki. Baxın, bu in the sözü olarkən, sonra of olarkən, sonra of all olarkən buna fikir vermək lazımdır. One of the olarsa, baxın uşaqlar, birləşmə şəklində one of the olarsa, daha sonra uşaqlar hədivə, has, have. Onların hər birinə vaxt getməsini tək-tək yazmadım. Hədivə, həzivə, həvivə olarsa, bu zaman bunda da bilmək lazımdır ki, mütləq sifətin üstünlük dərəcəsidir. Sonra uşaqlar among var. Baxın, bu da arasında deməkdir. Amma sadəcə olaraq çoxlu şəhərlər, şəxslər arasında. Bu zaman burada çoxdur. Ən azından 3 dənə olmalıdır. Sonra uşaqlar eyni zamanda which-i harda görsəniz, baxın, bu which of-un özü belə eyni zamanda müqayisə dərəcəmizin göstəriciləridir. Belə bir dənə də yenə nümunə yazaq. Tutalım ki, example olaraq Ali is, bir cümlədə yazaq ki, tam olsun. Ali is the tallest in. Baxın uşaqlar. In the, tutalım ki, classroom. Aha, Əli sinifimizdəki ən hündürüdür. Tallest, sorry, burada ən hündür oğlandır. Yazmalıydım. Boy sözünü unuttum. Boy in the. Baxın inimizə. Deməli, ümumiyyətcə sözünlərini görəndə of, all, one of, z görsək, hədivə, həzivə, among görsək, which of görsək, bu zamanda anlamalıyıq ki, bizim dərəcəmiz üstünlük dərəcəsidir. Sonra uşaqlar, deməli, burada kökündən dəyişən sifətlərimiz var. Bunları da mütləq əzbərləməliyik. Keçək indi onlara. Baxaq görək onlar hansılar. Baxın uşaqlar, bax bu sözlərə artıq biz şəkilçi qoşa bilmərik. Bunu unutmayın. Tutalım ki, uşaqlar, bunlar hansılardır? Qeyd apararsınız. Uşaqlar, much, many, hər ikisi də bilirsiniz, çoxlu deməkdir. Sayıla bilən, sayıla bilməyən məsələləri var. Bunların bu tərəf olsun adi, buradan yazdıqlarım olsun müqayisə, digər buradan da olar üstünlük dərəcəsi. Deməli, uşaqlar, much, many-nin müqayisəsi olur more. Üstünlükləri isə, çox deyilsin, o tərəfdən yazdım. Üstünlük dərəcəsində isə olur the most.
Daha sonra uşaqlar good. Good. Better. Bu da olacaq the best. Daha sonra bad sözü. Bəzən uşaqlar bunu necə götürür, bədə çox yəni anlamıram. Əzbərləmək lazımdır sadəcə. The worst. Olur, bu W'dur, olur bəzən. Qələm ya tutulur, ya mənim edə bilmirəm. Qüsuruma baxmayasınız. Sonra little, balaca sözü. Baxın uşaqlar, bizim bildiyimiz little sözü, bunun müqayisəsi lessdir. Az, balaca deyirəm, az, daha az, lap az. Baxın. Eyni zamanda little-ın balaca mənası da var. Bilirik hər birimiz. Sonra uşaqlar far, uzaq deməkdir. Uşaqlar, bunun müqayisəsi iki cür olur. Baxın, biri bu cürdür. Elə far sözünün kökündə qalır. Bunu artırırıq, bu ifadəni. Yaxud da fura çeviririk. Fuziyası olur. Fuziya olur. Daha sonra bunun müqayisəsi yenə elə özü müqayisədə iki cür olduğuna görə üstünlükdə də iki cür olacaq. Axı bu müqayisə olduğuna görə eri qəbul eləmişdi. Bu zamanda esti qəbul edir. Bir də yenə z. Baxın, bu cür olmalıdır. Bunun mənası uşaqlar uzaq deməkdir. Uzaq. Sonra old, müqayisə gəlir. Olda üstünlük gəlir. S. Oldest. Eyni zamanda uşaqlar, bizim bir dənə də eldestimiz var. Niyə? Çünki ailədə böyük olarsa eldedən istifadə edirik. Yox, kənd içində, dünyada, ümumi anlayışda isə biz oldadan istifadə edirik. Lakin burada da bir şey fikir vermək lazımdır. Əgər ailəmizdən söhbət getsə belə, heç vaxt eldə sözü deməli, bağlasın istifadə edə bilmədiyimizə görə, elə ailənin də tərkibindən söz getsə, deməli, bu zaman ailə daxilində biz oldəstdən istifadə etməliyik. Oldadan istifadə etməliyik, daha doğrusu müqayisəsini anladırdım. Belə uşaqlar, deməli, bu sözlərimiz belə, yenə dediyim kimi, zən bağlayıcıdan əvvəl heç vaxt eldə sözü işlənmir. Ailə üzvlərimiz, yəni dəxli yoxdur, ümumi olsa da olar. Sadəcə zəndən əvvəl olda işlənir. Yəni, bu forma yoxdur uşaqlar. Qoyun bunu qara ilə yazım. Baxın uşaqlar, belə yazım ki, daha yadda qalsın. Məsələn, eldə plus zən. Yəni, uşaqlar, bu zəndən əvvəl eldə gələ bilməz. Yəni, işlənmir. Yəqin ki, bu da anlaşıldı. Sonra uşaqlar, clever sözümüz var. Ağıllı sözü. Baxın, o necədir? Clever sözü həm more ilə dərəcələnə bilir, həm most ilə dərəcələnə bilir. Həm də ki, uşaqlar, s-də qoşulur. Yəni, siz testlərdə hər iki formanı görsəz, bu zaman bilin ki, bu yəni doğrudur. Baxın uşaqlar, clever sözü, niyə belə yazır, bu hərdən bilmirəm. Baxın uşaqlar, clever ağıllı deməkdir. Baxın yoldaşlar, burada clever erdə ola bilir. Morla da baxın, bu cürdə ola bilir. Baxın, bu cürdə ola bilər. Yəni, üstünlüklərdə olduğu kimi. Burada s-lə də işlənə bilər. Yaxud da ki, most-la işlənə bilər. Most, alın ki, clever. Yaxud da ki, clever rest. Bax, bu cür ola bilər yoldaşlar. Sonra uşaqlar, simple sözünün özü də elədir. Simple sözümüz var, sadə sözümüz. Bax, bu söz də elədir. Simple sözü də ilə də ola bilər. Daha sonra more ilə işlənə bilir. Bu cür yazsam daha yaxşıdır. Yaxud da ki, s ilə işlənə bilər. Eyni zamanda most ilə də işlənə bilir. Bax, bunlardır.
Gentle sözümüz də var idi. Onu da yazın, unutmayın. Gentle sözü. Bu da bərabərdir. Baxın, bu da bərabərdir. Həm erə, həm mora. Daha sonra yenə bərabərdir həm est, həm də ki mosta. Baxın, bunu da unutmuruq yoldaşlar. Bu da bizim sifətimizin üstünlük dərəcəsi. Sifətimizin deməli 3 dənə dərəcəsi oldu. Adi dərəcə, müqayisə dərəcəsi, üstünlük dərəcəsi. Deməli, bunların da hər birinin özünün göstəriciləri oldu. Öz şəkilçiləri oldu. Adi dərəcədən başqa, adi dərəcədə bağlayıcı var idi. Bəzi feillərimiz oldu, hansı ki, onlar özlərindən sonra zərfi yox ismi alacaqdılar. Sifətimizin şəkilçiləri oldu bu mövzuda. Ümumən bir anlayış idi. Sifətlər nədir? Necə, nə cür, hansı sualına cavab verir? Uşaqlar, sifətin, məsəl üçün, isimdə necə huydur, isimdə necə var idi? Tutaq ki, vaya sözü var idi. Bir sual kimi, yəni isim elə Azərbaycan dilində olduğu kimi, İngilis dilində də kimlə, hara suallarına cavab verirdi. Sifətimizin sualları da what kind of-dur. Bunu qeyd eləməmişdim, bunu da deyim. Bizim sifətimizin sualı, yəni bu cür olar, what olar. Hansı mənasını çünki verir bu zaman burada. What olar. Sonra what kind of olar. Yəni hansı, necə mənasını verir, nə cür mənasını verir. Belə, bu da oldu bizim sifətimizin deməli sualı ki, yəni biz sifətlərə bu sualı verə bilirik. Sonra uşaqlar, yekun olaraq mən edlə inqə toxunmaq istəyərdim. Bayaq da qeyd eləmişdim. Uşaqlar, ed daha çox canlı, daha çox yox, ümumiyyətcə canlılara aiddir. İnq isə cansızlara aiddir. Cansızlar. Sonra bunu bir dəqiqə silim. İnq bizim ilk növbədə cansızlarımıza aiddir. Cansızlar, amma eyni zamanda bəzi hallarda da canlılara aid olurlar. Bəzən insana aid, məsəl üçün, bunu seçirik də, hər ikisinin də mənası eyni şəkilçi olaraq. Məsələn, biri var boring, biri var board sözü. Bu board olanda tutaq ki, sıxıcı kitab ola bilər, amma biz board mən deyəndə sıxıcı şəxs deyə bilərik, insan deyə bilərik. Bax, buna diqqət eləmək lazımdır. Məsələn, my job is boring, mənim işim darıxdırıcıdır. Bir dənə board sözündən son olaraq nümunəni yazın. Baxın, uşaqlar, belə bir nümunə yazım. I am bored, yəni mən darıxıram, yaxud da ki, mən yorğunam, tutaq ki, tayyətdə ola bilər. Darıxıram, amma tutaq ki, bu cür yaza bilərik. My job is boring. Baxın, uşaqlar, mənim işim darıxdırıcıdır. Axı, iş burada cansızdır. Bax, yəni bunu demək istəyirdim. Mənim işim darıxdırıcıdır. Belə yoldaşlar, ümidvaram ki, mövzumuzu yaxşı başa düşərsiniz.